Aprelin 15-dən 28-nədək P-Papit adlı meteor yağışı müşahidə olunacaq. Bu barədə Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, meteor yağışının maksimum fəallığı aprelin 23-nə təsadüf edəcək. Məlumata görə P-Papit meteor yağışı 1972-ci ildə kəşf edilən 26 Pi Drop Creek Skjellerup kometası ilə bağlıdır. Mənbəyi Papit, yəni göyərtə bürcündə olduğu üçün bu adı alıb. Bu yağış 1977 və 1982-ci illərdə fəal olub. Həmin vaxt saatda təxminən 40 meteor müşahidə edilib. 1983-cü ildə isə təxminən saatda 13 meteor qeydə alınıb. Sonrakı illərdə fəallıq aşağı olub. Lakin bu meteor yağışının fəallığı yenə də yüksək ola bilər. Meteorların sürəti təqribən saatda 18 km olacaq. P-Papit meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq. Bu meteor yağışı əsasən cənub yarımkürəsində müşahidə ediləcək. Bəli. Təbii ki, biz həssas, yəni orqanizmi, orqanları o qədər həssasdır ki, məsəl üçün hava çox sərt olanda, temperatur çox yüksək olanda, temperatur aşağı inəndə təbii ki, orqanlar həssaslaşır. Məsələn, müəyyən ağrılar, müəyyən belə deyərdim ki, zəiflik, baş hərlənmə, müəyyən hallar yaşanır da insanlarda, ürəyində, ciyərində, bütün orqanlarında. Ona görə o adamlara deyirik ki, metohəssas. Adi yarpağın titrənməsindən belə narahat olan adamlar var. Məsəl üçün insanlar var ki, yağış belə damcılayır da, yağış yağır. Deyir ki, mən elə bil musiqi dinləyirəm. Məsələn, mənim sevmədiyim bir şey var ki, yağış yağır, mən həmən pəncərələri kapatıram, həmən nə bilim pərdəni, örtükləri örtürəm ki, qulağım eşitməsin. Çünki onlar mənim ruhumu dincəltmir. Əksinə, mənim əsəblərimə toxunur. Hiss edirəm ki, mən yağışla dava edə bilərəm. Göylərlə dava edə bilərəm, planetlərlə dava edə bilərəm ki, dalaşa bilərəm, müharibə edə bilərəm ki, sən o yağışı niyə göndərmirsən? Ona görə də metohəssas insanlara, bütövlükdə orqanları, bütövlükdə cismi həssas olan insanlara, bax, bunları etməyi mütləqdir. Və bir neçə gün bu davam edəcək. Yəni, özünüzdə nələrsə səhhətinizdə qeyri-adi və yaxud da ki, xoşa gəlməyən hallar hiss etsəniz, bilin ki, məhz hava ilə bağlıdır və bir də ayın 23-nə qədər ola bilsin evdə olan texnikanız, nə bilim, telefon cihazınız, televizordur, paltar yuvan maşındır, soyuducudur, digər nələrsə var, onların özləri də zədələnə bilər. Çünki onların özləri də nə olsun, onların da ürəyi var, ciyər var, onlar da metohəssasdır da. Ona görə bu cihazlar da korlana bilər. Yəni, ehtiyatlı olun, özünüzü qoruyun və cihazlarınızı qoruyun.